Yola saldığımız həftə Moskva-Bakı marşrutu üzrə Aeroflot aviaşirkətinə məxsus Su-1854 reysi ilə uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşubdu. Bu hadisə ilə əlaqədar olaraq uçuşun təhlükəsizliyini təmin etmək məqsədi ilə təyyarənin kapitanı geri, yəni uçuşun başladığı Moskvanın Şeremetyevo aeroportuna qayıtmaq qərarı veribdir. Təyyarə eniş üçün icazə verilən maksimal çəkini azaltmaq məqsədi ilə bir müddət gözləmə zonasında qalaraq yanacaq sərf edibdir və saat 12:09-da Moskva vaxtı ilə enişi normal rejimdə həyata keçiribdir. Bildirilir ki, hadisə zamanı hər iki mühərrikin göstəriciləri normal olubdur və təyyarə enişdən sonra öz gücü ilə dayanacaq yerinə hərəkət edibdir. Hadisədən sonra təyyarənin əlavə texniki yoxlanışa ehtiyacı yarandığı üçün reysin davam etdirilməsi ehtiyat təyyarə ilə həyata keçirilibdir. Sərnişinlərə isə gözləmə müddətində Rusiya Federasiyasının müvafiq aviasiya qaydalarına uyğun şəkildə xidmətlə təmin olunduğu bildirilir.